Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bu gün biz sizinlə DİM test toplusundan əhaliyə aid məsələlərin izahına baxacağıq. Çalışacağam ki, hər testdən bir nümunə göstərim. Nümunələri siz öyrənin, başa düşün, digərlərini isə özünüz tətbiq edərək həll edin. Mən biraz tez olması üçün kalkulyatordan istifadə edəcəm, amma siz çalışın ki, kalkulyatorla yox, özünüz hesablayın ki, sizə vərdiş halı alsın. Mən video tez alınsın deyə məcbur kalkulyatordan istifadə etməli olacağam. Deməli, birinci sualımızdan elə başlayaq. Birinci sualımızda bizə qeyd edir ki, demək, Latın Amerikasında 1990-cı ildə əhalinin sayı 450 milyon nəfər olub. 2010-cu ildə isə, yəni 20 il ərzində əhali artaraq 585 milyon nəfər olmuşdur. Bizə deyir ki, hər 1000 nəfərə təbii artım 17 nəfər olarsa, əhalinin sayında ümumi artımı və təbii artım arasındakı fərqi tapın. Gəlin birinci ümumi artımı tapaq. Və yazıram bura, ümumi artım, qısaca yazaq. Yəni biz ümumi artımı tapmaq üçün 585 mindən 450, daha doğrusu milyondan, sözlə yazaq qısaca, 450 milyonu çıxsaq, demək 585-dən 585 milyondan 450 milyonu çıxsaq, 135 milyon ümumi artımın olduğunu tapa bilərik. Yəni gördüyümüz kimi ümumi olaraq 135 milyon əhali artıb. İndi gəlin görək təbii artım hesabına nə qədər artıb. Demək 1000 nəfərə əgər 7 nəfər artırsa 450 milyona da nə götürərik? X. Düzdürmü? Və biz buradan müəyyən edə bilərik ki, 450 milyonu 7-yə vurub 1000-ə bölsək, görərik ki, əhalinin sayında, üzr istəyirəm, təbii artım 17 nəfərdir. Mən bura 7 yazmışam. Üzr sayın. Deməli, 450 milyon minə bölüb vuraq 17-yə. Görərik ki, 7 milyon 650 min ümumi artım olub. Neçə il ərzində? 1 il ərzində. Düzdürmü? Amma neçə il arada fərq var? 20 il. 20, demək 1 ilə 7 milyon 650 min əhali artıbsa, bəs 20 ilə nə qədər artar? Bunu da vursaq 20-yə, 153 milyon əhalinin artdığını görə bilərik. Demək, təbii artım hesabına nə qədər əhali artıb? 153 milyon. Amma ölkədə ümumi artım nə qədərdir? 135 milyon. Demək, qalanlar da miqrasiya eləyib ölkədən köçüb gedib. Demək, 153 milyondan 135 milyonu çıxsaq, cavabımızın 18 milyon olduğunu tapa bilərik. Demək, təbii artımla ümumi artım arasındakı fərqimiz nə qədər olacaq? 18 milyon. Deməli, növbəti sualımız əhalinin sıxlığı ilə əlaqədar bir məsələdir. Biz ümumiyyətlə ilk öncə bilməliyik ki, əhalinin sıxlığını tapmaq üçün sıxlıq bərabərdir ölkənin əhalisi bölünsün ölkənin sahəsi. Düzdürmü? Biz buradan görə bilərik ki, ölkənin orta sıxlığı bizə 50 nəfər verib hər kvadrat kilometrə. Əhalinin sayını bilmirik. Ərazimiz isə 80 min kvadrat kilometrdir. Və biz buradan tənasibi həll etsək, x bərabər olacaq 4 milyon. Gördüyümüz kimi, demək, əhalinin sayı nə qədərmiş? 4 milyon. Yəni, bu da çox sadədir. Sadəcə biz əhalinin sıxlığını tapmaq üçün ölkədə olan əhalinin sayını əraziyə bölməyimiz kifayətdir. Növbəti sualımıza baxaq. Bu sual urbanizasiya ilə bağlıdır. 55-ci sualımıza diqqət yetirək. Demək, 55-ci sualda bizə qeyd edir ki, ölkə əhalisi 8 milyon nəfərdir. Demək, ölkə əhalisi, yazaq bura, əhali ümumi nə qədərdir? 8 milyon. Və biz məskunlaşmasına görə əhalini 2 yerə bölürük. Bir var kənd əhalisi, bir də var şəhər əhalisi. Düzdürmü? Bizə kənd əhalisinin sayını verib 3,6 milyon. Əgər bunun 3,6 milyonu kənd əhalisi, yerdə nə qədər qalır? 8 milyondan 3,6 çıxdıqda qalır 4,4 milyon. Yəni 4 milyon 400 mini də kənd əhalisi, şəhər əhalisidir. Və bizə deyir ki, urbanizasiyanı tapın. Biz bilirik ki, urbanizasiya ümumi əhalinin neçə faizinin şəhər əhalisi olmasıdır. Yəni belə deyək də, şəhər əhalisinin faizlə payına biz urbanizasiya edirik. Yəni urbanizasiya səviyyəsinin faizlə biz müəyyən etməliyik. Demək, əhalinin 100 faizi 8 milyondur. Düzdürmü? 8 milyon.
Demək, neçə faizi 4 milyon 400 min olar? 4,4 milyon 4 milyon 400 min deməkdir bildiyiniz kimi. Buradan da hesablama aparsaq, görərik ki, urbanizasiya 55%-dir. Növbəti sualı özünüz işləyərsiniz, bir nümunə göstərin. Növbəti sualımız əhalinin təbii artımı ilə bağlıdır. Buna dair bir nümunə göstərəcəm. Digərlərini özünüz işləyəcəksiniz. Deməli, 66-cı sualımıza diqqət yetirək. Deməli, bizə 66-cı sualımızda deyir ki, ölkədə əhali sayı 60 milyondur. Və yazaq bura. Əhali sayı bərabərdir 60 milyon. Düzdürmü? Və təbii artım, yəni ölənlərin daha doğrusu sayı 620 min, doğulanlar sayı 620 min, ölənlərin sayı isə 140 mindir. Biz təbii artımı necə tapırıq? Təbii artım, demək, doğulanlarla ölənlər arasındakı fərqdir. Demək, 620 min insan doğulub və bunun nə qədər ölüb? Yəni, daha doğrusu, nə qədər əhali ölüb ölkə üzrə? 140 min. 620-dən də 140 mini biz çıxsaq, görərək ki, 480 min ümumi artım olubdur. Bu, 60 milyona görə ümumi 480 min əhali artıb. Bəs görək, 1000 nəfərə nə qədər əhali artıb? Sadə bir tənəssübümüzü quraq. Demək, 60 milyona 480 min artım olubsa, 1000 nəfərə də əlbəttə ki, x yazarıq. Buradan 60 milyon x bərabər olar 480 min vurulsun 1000-ə. Düzdürmü? Milyonda 6 sıfır var. Burada milyonu sildimsə, buradan da 6 sıfır silək. 4 buradan, 4 buradan. Deməli, 60 bərabər olar 480-ə. 480-i də biz 60-a bölsək, görərik ki, təbii artımımız hər 1000 nəfərə görə 8 nəfər olmuşdur. Demək, sualımızın düzgün cavabı 8. Deməli, növbəti sualımıza baxaq. 174-cü sual. 174. Deməli, bizə qeyd edir ki, 2020-ci ildə ilin əvvəlində, yəni ölkə əhalisi 75 milyon nəfər olub. Demək, qeyd edir bura, əhali 75 milyon. Və təbii artım hər 1000 nəfərə -2 olubdur və mexaniki artım hesabına isə ölkə 50 min nəfər gəlmişdir. İlin sonunda əhalinin sayını tapın. İndi görək hələ, əhalinin sayı görürsünüz mənfidir, yəni azalma gedir. Görək hələ ümumi azalma nə qədər olub. Əgər hər 1000 nəfərə -2 artım varsa, demək 75 milyona nə qədər olar? X. Buradan 1000x bərabər olar 75 milyon vurulsun -2-yə. Düzdürmü? 3 sıfır buradan silək, 3 sıfır da buradan silək. X bərabərdir -150 min. Demək, əslində ölkədə -150 min azalma olacaq. Demək, 75 milyondan da belə deyək, 75 milyonun biz 150 mini çıxarıq. Düzdürmü? Demək, 75 milyondan çıxılsın 150 min. Qalar 74.850 nəfər. Düzdürmü? Lakin üzərinə də təzədən 50 min kənardan miqrasiya hesabına əhali gəlib. Və 50 min nəfəri də, çünki ölkə daxil olubsa, üzərinə gələcəyik. Demək, üzərinə də 50 mini gələk. Görərək ki, cavabımız 74 milyon 900 min nəfər olacaq. Demək, ölkədə gördüyünüz kimi təbii azalma gedir, yəni böhrandır. Hər 1000 nəfərə 2 nəfər azalır və ilin sonunda 150 min nəfər azalacaq. Lakin ölkə 50 mində miqrant gəlib, bu miqrantı da ümumi əhalinin üzərinə gəlməli və ilin sonunda əhalinin sayı 74 milyon 900 min nəfər olacaqdır. Növbəti, deməli, 183-cü sualımıza baxaq. Demək, 183-cü sualımızda bizə qeyd edir ki, 2016-cı ildə ölkədə əhalinin sayı 3 milyon 200 min nəfər olub. Gördüyümüz kimi 3 milyon 200 min nəfər olub. Və 2021-ci ildə isə əhalinin sayı 3 milyon 296 min nəfər olmuşdur.
Bu dövrdə orta eliş artımı neçə min nəfər olduğunu hesablayın. Birinci gəlin ümumi artımı hesablayaq. Görək ümumi artım nə qədər olub? 3 milyon 296 mindən 3 milyon 200 mini çıxsaq, görərik ki, ümumi 96 min əhali artıb, düzdürmü? Ümumi 96 min əhali artıb. Bu oldu bizim ümumi artımımız. Amma bizə deyir ki, orta eliş. Orta eliş deyəndə bunu illərin sayına bölməliyik. Neçə il ərzində 96 min əhali artıb? Təbii ki, 5 il. Çünki 2021-dən 2016-ya qədər 5 il var. Və 96 mini də biz bu zaman bölsək 5-ə, demək 96 min bölsək 5-ə 19.200 nəfər olduğunu müəyyən edə bilərik. Deməli, 19.200 nəfər, yəni 19,2 milyon nəfər əhali, daha doğrusu 19,2 min nəfər əhali, deməli, orta il ərzində hər il 19.200 nəfər əhali artır. Sualımızın düzgün cavabı Y bəndi olacaqdır. 19,2 min nəfər. Sonra digər bir suala baxaq. Deyir ki, ölkə əhalisinin sayı 17 milyon nəfər, əmək ehtiyatları 60%, əmək ehtiyatlarının isə 15% işsizdir. Ölkədə fəal əhalinin və işsizlərin müvafiq sayını müəyyən edin. Ümumiyyətlə, biz ölkə əhalisinin, baxın, ölkə əhalisi neçə qrupa bölürdük? 3 qrupa. Var idi əmək ehtiyatları, yəni əmək qabiliyyəti olanlar, əmək ehtiyatları qısaca yazaq. Var idi əmək qabiliyyəti olmayanlar, var idi işləməkdən yayınanlar. İşləməkdən yayınanlar. Qısaca yazaq. Və əmək ehtiyatlarında biz neçə qrupa bölürdük? 2 qrupa. Biri var idi fəal, yəni işləyən əhali. Biri də var idi işləmək istəyən, iş axtaran, yəni işsizlər. Və bizə bura qeyd edir ki, ölkə əhalisi 17 milyon. Demək, ölkənin ümumi əhalisi 17 milyon nəfərdir. Və bunun 60% əmək qabiliyyətlidir. Yəni, biz indi buradan əmək qabiliyyətli əhalinin sayını tapsaq, 17 milyonu 60%-ni tapmalıyıq. Və biz 17 milyonun 60%-ni tapmaq üçün, əlbəttə ki, onu 100-ə vurub 60-a böləcəyik. Daha doğrusu 60-a vurub 100-ə böləcəyik, üzr istəyirəm. 17 milyon, deməli, bölək 100-ə, vuraq 60-a. Və gördüyümüz kimi 10 milyon 200 min nəfər nədir? Əmək qabiliyyətlidir. Demək, burada yazdım 10,2 milyon. Bunun əmək qabiliyyətlidir. Düzdürmü? İndi bizə deyir ki, ölkədəki fəal əhalinin və işsizlərin payını tapın. Və deyir ki, işsizlik 15%-dir. Əgər işsizlərin sayı 15%-dirsə, demək, fəal əhalinin payı nə qədərdir? 85%. İndi biz bir dəfə 10 milyonun 85%-ni tapsaq, yəni bunu 10 milyon, 10,2 milyonu 85-ə vurub 100-ə bölsək, görərik ki, demək 10 milyon 200 mini vuraq 85-ə bölək 100-ə. Görərik ki, 8 milyon 670 min əhali nədir? Fəaldır. Yəni 8 milyon 670 min fəaldır. Düzdürmü? Yerdə qalan 10 milyon 200 mindən də 8 milyon 670 mini çıxsaq, 10 milyon 200 mindən çıxaq 8 milyon 670 min. Görərik ki, deməli 8 tam %67 milyonu, yəni 8 milyon 670 mini olacaq fəal. Yerdə qalan 1 tam %53 milyon, yəni 1 milyon 53 min əhali isə olacaq işsiz. Və bu cür tapa bilərik. Və yaxud da biz yenə də 10 milyon 200 minin belə deyək, 15%-ni də hesablayaraq nə qədər əhalinin, daha doğrusu 8 milyon 670 minin 10 milyon 200 minin də biz 15%-ni taparaq nə qədər əhalinin işsiz olduğunu bu cür də tapa bilərdik. Amma ümumi biz, yəni əmək qabiliyyəti əhalidən fəal əhalinin sayını çıxaraq da işsizlərin sayını tapa bilərdik. Deməli, növbəti sualımıza baxaq. Deyir ki, ölkə ərazisi xəritədə 9 sm. Bax, xəritə üzərindəki sahə nə qədərdir? 9 sm kvadrat. Və buradan biz yadımıza salaq ki, həqiqi sahə bərabərdir xəritə üzərindəki sahə vurulsun miqyasının kvadratı. Bu düsturu yadımızda saxlayaq. Və bizə deyir ki,
Ölkə əhalisinin sayı 21 milyon 600 min, sıxlıq isə 60 nəfərdir. Biz sıxlığı nə deyirdik? Sıxlıq bərabərdir əhali bölünsün əraziyə. Düzdürmü? Bizə burada sıxlıq nə qədər verib? 60 nəfər. Əhali nə qədər verib? 21 milyon 600 min. Ərazimiz nə qədərdir? Birimlik x. Buradan 60x bərabər olar 21 milyon 600 minə və buradan sıfırları ixtisar eləsək, daha sonra 21 milyon bölsək 60-a. Taparıq ki, demək ölkə sahəsi də 360 min kvadrat kilometrdir. İndi bu həqiqi sahə düsturumuza keçək. Həqiqi sahə bərabərdir xəritə üzərindəki sahə vurulsun miqyasının kvadratına. Biz buradan xəritənin miqyasını bizdən istəyir. Demək ölkənin sahəsini tapdıq. 360 min. Bunu tapdıq. Və xəritənin miqyasını istəyir. Həqiqi sahənin yerinə 360 min qoyaram. Xəritə üzərindəki sahəni bizə verib 9. Vurulsun m kvadrat, yəni miqyasının kvadratına. 360 mini də 9-a bölsək, m kvadrat bərabər eləyər 40 min. 40 min də əlbəttə ki, nəyin kvadratıdır? 200. M-imiz də bərabər olar 200. İndi bunu miqyas formasında göstərsək, ədədi miqyas formasında bunun arxasına 5 sıfır da əlavə eləyərik. Cavabımız olar, deməli 1 bölünsün 20 milyon. Demək, xəritəmizin miqyası olacaq 1 bölünsün 20 milyon və ölkəmizin, yəni verilmiş ölkənin ərazisi də olacaq 360 milyon. Daha sonra növbəti 242-ci sualımızın izahına baxaq. Demək, 242-ci sualımıza biz diqqət yetirsək, biz buradan görə bilərik ki, ölkədə iqtisadi cəhətdən fəal əhali 5,7 milyon nəfərdir. Fəal əhalinin ümumi sayı 5,7 milyon nəfərdir. Və bunlardan 2,7 milyon nəfəri maddi istehsalda, 2,7 milyonu maddi istehsalda, istehsal sahəsində çalışır, işsizliyin 30% təşkil etdiyini bilərək ölkədə əmək qabiliyyəti əhalinin sayını tapın. Demək, bizə dəqiqə suala bir də diqqətlə baxaq. Demək, deyir ki, ölkədə iqtisadi cəhətdən fəal əhali 5,7 milyon nəfərdir. Bunlardan 2,7 milyon nəfəri isə qeyri. Üzr istəyirəm, 5,7 milyon nəfəri maddi istehsal sahəsində, 2,7 milyon nəfəri isə qeyri-maddi istehsal sahəsində çalışır. Yəni, ümumi çalışanların sayı nə qədərdir? 8,4 milyon nəfər ümumi çalışanların sayıdır. Və bizə deyir ki, işsizliyin 30% təşkil etdiyini bilərək ölkədə əmək qabiliyyəti əhalinin sayını tapın. Biz bilirik ki, ölkədə əmək qabiliyyəti əhali işsizlər və fəal əhali olaraq bölünür. Əgər işsizlik 30%-dirsə, demək işləyənlərin sayı nə qədərdir? 70%. Yəni, hansı ədədin 70%-i 8,4 milyondur, onu tapmalıyıq. 70%-i 8 milyon 400 mindirsə, 100%-i x. Buradan 70x bərabərdir 8 milyon 400 min vurulsun 100-ə. Buradan da biz vuraq tapaq 8 milyon 400 min buradan da tapa bilərik ki, ölkədə ümumi əmək qabiliyyəti əhalisinin sayı 12 milyon olacaqdır.